Pıçıldaşın ləpələr. Pıçıldaşıyım, pıçıldaşıyım, ləpələr. Nazəndə sevgilim. Değdi saçlarıma bahar küleği, nazende sevgilim yadıma düştü. Bakılı qız. Kimlər gəldi, kimlər getdi. Kimler geldi, kimler gitti bu dünyadan, bu dünyadan. Kimi populyar mahnıları bəstələyən bəstəkar necə olur ki, bugün erməni məzarlığında yatır. Hər məsum ölkənin oğru bir qonşusu olur. Bizimkisi məlumdur. Amma səsi elə çıxır ki, öz doğrumuzu müdafiə etməkdən bəzən çəkinirik. Yaxşı, bəs bu nə məsələdir? Soruşduğunuzu eşidən kimiyəm. Demək belə, dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin bir çox tələbəsi olub. Öz millətimizdən olduğu kimi, qeyri-millətlərdən də tələbələri vardı. Onlardan biri də erməni əsilli Andrey Avanes Babayevdir. Xocavəndin Ağbulaq kəndində anadan olub. 1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Qara Qarayevin bəstəkarlıq sinifini bitirib. Yəni, Qara Qarayevin də tələbəsi idi. Moskvada oxuduğu illərdə xüsusilə Üzeyir Hacıbəylinin tələbəsi olduğunu vurğulayırdı. Üzeyir Hacıbəyliyə əmi deyən iki gənc bəstəkardan biri də Babayev idi. Bütün bunlar cərəyan edərkən ermənilər sizcə rahat durardılarmı? Üzeyir Hacıbəylinin ev muzeyinin qurucusu Ramazan Xəlilovun şahid olduğu hadisəni Hacıbəylinin ev muzeyinin hal-hazırki direktoru, xalq artisti Sərdar Fərəcov bir müsahibəsində belə dilə gətirir. Deməli 60-cı illərin əvvəllərində Andrey Babayevi Yerevana Ermənistan bəstəkarları ilə görüşmək üçün çağırırlar. Oradan qayıdandan sonra o çox qəmgin görünür. Ramazan bəy bunun niyəsini soruşanda Andrey Babayev səbəbini belə açıqlayır. Orada məni Katolikos çağırıb dedi ki, artıq çox şöhrətlənirsən. Biz səninlə fəxr edirik. Bəs niyə soyadın Babayev olmalıdır? Azərbaycanla əlaqəni kəs, Babayan ol. Cavab verdim ki, mən Üzeyir bəyin tərbiyəsini almışam. Fikrət Əmirovla, Rauf Hacıyevlə bir yerdə böyümüşük. Dostlarım Azərbaycanlıdır. Mən Azərbaycan şairlərinin neçə şeirinə mahnı yazmışam. Orada ancaq xeyir görmüşəm. Axı siz nə danışırsınız? Xalq artisti Sərdar Fərəcov müsahibəsini sonunda oğru qonşularımızın olmayan özündən çıxaracaq sözlərlə yekunlaşdırır. Andrey Babayevə musiqisinə görə erməni demək olmur. Çünki o, Azərbaycanın böyük bəstəkarlarının tərbiyəsini alıb. Onun musiqisi Azərbaycan musiqisi idi. Ermənistanda belə musiqilər yoxdur. Nazəndə sevgilimi hansı erməni yaza bilər ki? Bəli, bu erməni o ermənilərdən deyil. Olsun ki, qanında türk vətənpərvərliyinin və vəfasının qarışımı da olub. Hal-hazırda gördüyünüz bu məzar Moskvada erməni məzarlığında yatan Andrey Babayevə aiddir. Araşdırdığım qədərilə oğru qonşularımız bu mahnıları oğurlamayıb nədənsə. Nədəni əslində bəllidir. Babayevi babayan edə bilmədikləri üçün, xalq dili ilə desək, sındıra bilmədikləri üçün kənardan sadəcə ulaşmaları eşidilir. Bugün içimizdə hələ də yaşayıb, min cür xəyanətin içində olan Rus devşirmələrinin yerinə kaş ki yediyi qaba pisləməyən ermənilər ilə qarşı-qarşıya qalsaydıq. Xəyanət fürsəti əldə edə bilməyən və ya olmayan heç bir millət və şəxs məsum deyil. Dininizi her zaman diri tutun. Sizi ondan başka koruyacak hiçbir şeyiniz yoktur. Kin, doğru hedefe yönlendirildiğinde en müqəddəs koruyucu silahtır.